3 mərtəbə yəqin ki, ekrandakı qiymətli görürsünüz. Özü də harda yerləşir? Masazır qəsəbəsində 3 mərtəbələr adlanan ərazinin tam yaxınlığında. Yaxınlığında olmayan yaşayış obyekti yox. Fitness mərkəzi, məktəbi, bağçası, kursu, yəni hər bir yaşayış obyektilə zəngin bir ərazi yerləşir. Keçid edəyimizin daxili təqdimatı ilə sizləri yaxından tanış edim. Dəyərli izləyicilər, qapısına qədər asfalt küçə. İdeal bir ərazidir. Paket kupcalıdır. 3 mərtəbə, yəni bu qiymətə həqiqətən də bazarda belə bir ev yoxdur. 1-2 monolit betondur və tikintinin sonunda da kəmərinə kimi hər bir şey atılıb. Həyət yanı sahəsi və əlavə olaraq qaraj hissəsində görə bilərsiniz ki, burada rahatlıqla avtomobilinizi belə deyim, saxlaya bilərsiniz və qaraj hissənin arxa tərəfində də belə deyim, yan mətbəxi kimi də bu ərazini istifadə edə bilərsiniz. Qalxaq indi isə evimizin ikinci mərtəbəsi ilə sizləri yaxından tanış edim. Dəyərli izləyicilərimiz, evimizin həyət yanı sahəsindən keçid edib birbaşa daxili təqdimatına. Evimizin giriş dəhliz hissəsi, pilləkənlərimiz betondandır. İşıqlandırmada biraz problem var, üzrlü sayın. Qaranlıqdır. Burada yerləşir evimizin qonaq otağı gördüyünüz kimi və mətbəx hissəsini göstərim sizlər üçün. Sanuzel hissəmiz. Qalxaq evimizin ikinci mərtəbəsinə. İzləyicilərimiz qalxdıq evimizin ikinci mərtəbəsinin təqdimatını etmək sizlər üçün. Burada yerləşir evimizin yataq otaqlarından biri. İkinci yataq otağımız, sanuzel hissəmizi göstərim sizlər üçün və sonuncu, üçüncü yataq otağımız. Əlavə olaraq evlə bağlı kiminlə sual olsa, səhifəmdə olan əlaqə nömrəsi əlaqə saxlaya bilərsiniz. Bizi izlədiyiniz üçün çox sağ olun.